Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzu ondan ibarət olacaq ki, bəzi kənar təsirlərdən formalaşan düşüncə tərzi var ki, insanları hər zaman şəxsi beyin keyfiyyət fazasından kənarlaşdırırlar. Məsələn nə? Belə bir münasibət olur. Məsələn, bir insanın digər insana qarşı bir növ arasında şəxsi ədavət olub və üçüncü bir şəxs gəlir ki, deyin, gülün, mehriban olun və bunları məcburi olaraq bir-birlərinə bağlamağa. Eyni cins olsun, əks cins olsun və yaxud fərq etməz. Və nəticə etibarilə də xüsusən bununla da kimlərdə olur? Bir ər-arvad münasibəti var. Bunların aralarında hər şey o dərəcədə korlaşıb ki, itib, sıfır. Və nəticə etibarilə də bir üçüncü bir şəxs gəlir, dırnaq arası ağsaqqal, ağbirçək imicində gəlir məsələni güya normal fazaya gətirməyə. Əslində bunların aralarında olan problemi həll etməkdənsə məsləhət verməkcəsinə pisdən pis həyat tərzinə çevirməyə cəhd edirlər. Olmur. Məcburdur bu bununla yaşasın. Və nəticə etibarilə də insanlar heç zaman şəxsi düşüncə tərzlərini əksər təbəqə özü anlaya qavraya bilmir. Mütləq başqasının fikrinə, psixoloqa gedir, psixiatristə gedir. O mərhələdə gedə bilərsən ki, sən artıq həqiqətən çox pis vəziyyətdəsən, yaxud düşüncə tərzin məhv olub. Heç zaman çalışın üçüncü bir şəxslərin şəxsi həyat tərzinizə mane olub qarışmasına qoymayın. Seanslarımız əyani və onlayn həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.